Xaçmaz şəhərində məktəb yaxınlığında insan həyatı üçün təhlükə yaradan elektrik naqilləri ilə bağlı məsələ qismən həll olunub. Bir müddət əvvəl Şimal News'da yayımlanan məlumatda Mehman Babayev adına bir nömrəli tam orta məktəbin arxa hissəsində yerləşən elektrik qurğularının təhlükəli vəziyyətdə olduğu bildirilmişdi. Ərazidəki elektrik lövhələrindən naqillər açıq şəkildə çölə çıxmış və çılpaq vəziyyətdə qalmışdı. Son məlumata görə yayımlanan xəbərin ardından həmin naqillər qutulara yığılaraq bağlanıb və ərazidəki birbaşa təhlükə qismən aradan qaldırılıb. Lakin sakinlər bildirirlər ki, ərazidə yerləşən elektrik transformatoru hələ də lazımi qaydada mühafizə olunmayıb. Qeyd olunur ki, qurğu dar yolun kənarında yerləşir. Sakinlərin fikrincə, həmin ərazidə hər hansı avtomobil qəzası baş verərsə, bu ciddi təhlükəyə və hətta faciəyə səbəb ola bilər. Yerli sakinlər aidiyyəti qurumları transformatorunda mühafizə altına alınması və ərazidə təhlükəsizlik tədbirlərinin tam təmin edilməsi üçün əlavə addımlar atmağa çağırıblar.